Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Bunu isbat edin. Gəlin bunu ikinci üsulla isbat edək. Deməli, əvvəlcə isbatdan qabaq bəzi qaydaları xatırlayaq. Tutaq ki, D1 ilə D2 bir-birinə paraleldir. Deməli, D1 və D2 üstün çəkək. D1 ilə D2 bir-birinə paraleldir. Və onları kəsən digər bir düz xət var. Burada gördüyünüz kimi Z bucağı əmələ gəlir, yəni daxili çarpaz bucaqlar əmələ gəlir. Onda alfa ilə beta bir-birinə nədir? Bərabərdir. Ondan sonra başqa bir qaydanı xatırlayaq. D1 ilə D2 bir-birinə paralel və onları kəsən digər bir düz xət var. Burada D1 ilə D2 deməli daxilində və xəttdən bir tərəfdə yerləşən bucaqlar var. D1 ilə D2-nin daxilində və xəttdən bir tərəfdə yerləşən bucaq var ki, bunların adı daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqların cəmi də 180 dərəcəyə bərabərdir. Şəkili əgər biz belə də görsək, yenə onların cəmi 180. Tutaq ki, M bucağını biz iki hissəyə ayırıq, hər hansı bir B və C hissəyə, onda bunların üçünün də cəmi yenə 180 dərəcəyə bərabər. Deməli, biz daxili çarpaz bucaqları və daxili bir tərəfli bucaqları xatırladıq. İndi isə bir ABC üçbucağı çəkək. AC-nin uzantısını, burada AC-nin uzantısı 40 xətlərini uzatdıq və B-dən AC-yə paralel olan BD düz xəttini çəkirik. AC-yə paralel olan BD düz xəttini çəkirik. Burada BD ilə AC bir-birinə paraleldir. Həmin paralellikdən biz birinci qaydamızı görək. Birinci qayda nə deyirdi? Bu ikisi paraleldir. Burada Z bucağı əmələ gəlirdi. Deməli, bu bucaqla bucaq daxili çarpaz bucaqlardır paralelliyə görə. Bura Z-dirsə, burada Z-dir. Və yaxud da bu Z-dirsə, bu da Z-dir. Sonra bu xətti əgər görməsək, deməli, DBA bucağı ilə bütöv B bucağı ilə bu A bucağı daxili bir tərəfli, yəni iki paralelin daxilində yerləşirlər və xəttdən bir tərəfdə yerləşirlər. Xəttdən bir tərəfdə. Deməli, DBA bucağı ilə, yəni bu B bucağı ilə CAB bucağı, yəni A bucağı daxili bir tərəflidir. Burada B bucağın hər hansı bir xətt iki hissəyə ayırıb, hər hansı iki hissəyə. Burada bütöv B bucağı ilə bütöv A bucağı daxili bir tərəfli bucaq. Daxili bir tərəfli bucağın cəmi 180. X üstə gəlir Y plus Z. Daxili bir tərəfli bucaqların qaydasına görə 180 dərəcəyə bərabərdir. Bizdən də tələb olunurdu ki, biz ABC deməli, üçbucağın daxili bucaqların X, Y-in cəmi 180 dərəcə olduğunu isbat edək. Biz də onu göstərdik bu üsulla.